Bunu eləyirsiniz hər gün. Hər gün. Planlaşdırma yəni. Hər gün bu cür çalışırsınız və 22 ildən sonra siz bir dənə Range Rover alırsınız. Sonra deyirlər ki, bu hardandır? 22 ildən sonra Sakit bəy. Və bu mənə görə standart bir gündür, ha. Tam səmimi deyirəm. Və mən buradan sonra ən az bu qədər də görüşlərim. Axşam böyük ehtimal 3 evə çataram. Duş al, 2 saat yat dur yenə 6-da. təzdən. Bax, tam səmimi. O necə alındırsan onu Murad? Sən nə yeyirsən, nə içirsən? Mən motivasiyam yüksəkdir. Bax, mən Sakit bəy, bəlkə də siz bu işdə daha uzmansınız. Bizim SMM menecerlərə demişəm ki, mən evimin işə gələn yolçu var, orada 4-5 billboard götürün və ora reklam verin. Mənə deyirlər ki, niyə imanlıyıq ora? Deyirəm, o mənim şəxsi motivasiyam üçündür. Mən o pulu xərcləyirəm, sözsüz ki, imic yaradacaq, reklam verəcək, amma mən bunu etməyimdə məqsəd hər səhər o markamı orada görəndə ki, o yuxulu, yorğun və s. o mənə olmur. Yəni o mən qarşıma daha da bir motivasiya verir. Mənə görə mənim motivasiyamı yüksəldən ən böyük şey birinci müştərilərimin xoşbəxt olması, ikinci çox gözəl dəyərdə kollektiv hazırlanması, komandanın hazırlanması. Üçüncü də ki, indi bizi nəsə eləmək lazımdır. Biz millət olaraq ortamız yoxdur, xüsusilə də gənclərdə, xüsusilə də bəylərdə. Misal üçün, get denə dinlə məşğul olur, fanatikləşir, radikallaşır. Get denə ki, biraz şəxsi, belə deyək də, oğlan qrupu başqa bir level'a gedirlər. Biz də işkolik olduq. Mən bilmirəm ki, bir insan işləməyəndə nə edir? Tam səmimi sözümü bilmirəm.